Salam əziz izləyicilər, 5-9-cu siniflər, abituriyentlər və dövlət qulluğuna hazırlaşan namizədlər. Bugünkü mövzumuz söz yaradıcılığı, leksik, qrammatik şəkilçi, kök və şəkilçi arasında məna, semantik bağlılıq, əlaqə və bəzilərimizin testdə qarşımıza çıxan, qarışdırdığımız, səhv yazılmış bir çox sözlərin məqamları bildirəcəyik. Gəlin baxaq, leksik şəkilçi və qrammatik şəkilçi. İlk bundan başlayaq. Bilirik ki, iki cür olur şəkilçilər. Bu, leksik şəkilçinin işarəsi və qrammatik şəkilçinin işarəsi. Qısa yazıram, gəlin izahlarımıza keçək. Biz necə bilə bilirik? Söz leksikdir, yoxsa qrammatik şəkilçili sözdür? İlk növbədə bunu bilmək lazımdır ki, dostlar. Leksik şəkilçi sözün mənasını dəyişir. Sözün mənasını dəyişmək nə deməkdir? Yeni söz yaratmaq, yeni söz əmələ gətirmək. Qrammatik şəkilçi isə sözün sadəcə formasını dəyişir. Qrammatik şəkilçili sözü aşağı, yuxarı, sağa, sola çəkirik, amma söz yenə eyni söz olaraq qalır. Heç bir dəyişiklik baş vermir. Gəlin bunu izah eləmək üçün iki söz götürürük. Kitab və götürürəm kitabxanaçı. Gəlin izahlarımıza keçək. Birinci sözümüzə baxın. Dostlar, hər ikisində sözün kökü kitabdır. Baxın, sözün kökü bu formada göstərilir. Bunu zaten bilirik. Sözün kökü kitabdır. Kitab nədir? Dərs oxumaq üçün vasitə, hansısa bir vəsait. Kitablar nə olacaq? Həmin vasitələrin toplusu. Görürsünüz, bayaq bir kitab idi. İndi nə qədər oldu? Ən azı 2 kitab. 2, 3, 4, 5 və s. sonsuza qədər kitablar bizdən nəzərə tuta bilər. Deməli, bu kəmiyyət fərqi yarandı. Eyni kitabdır, eyni məfhumdur, eyni sözdür. Sadəcə kəmiyyət fərqi onlarda birdən çox olduğunu bildirməsi üçün bunu ancaq qrammatik götürə bilərik. Burada heç bir leksik şəkildə söhbət gedə bilməz. Qutardı getdi. Deməli, kitablar sözündə lar oldu bizim qrammatik şəkilçimiz. Baxırıq digər sözümüzə. Yenə sözün kökünə baxırıq. Sözün kökü kitab. Digər şəkilçimiz xana şəkilçisidir. Biz sözümüzün, şəkilçimizin daha doğrusu leksik yoxsa qrammatik olduğunu bilmirik. Gəlin baxaq. Yenə kitab bayaqki kökdür. Söhbət bir kitabdan gedir, oxumaq üçün vasitədən gedir. Kitabxana nədir? Kitabxana həmin kitablar külliyyatının toplandığı məkandır. Deməli, bir cansız əşyadan bir məkan yarandı, həmin əşyaların toplandığı məkan yarandı. Yeni söz nə oldu? Artıq yarandı. Bizim yeni sözümüz var. Bayaq burada yeni söz deyildi. Bir sözün ətrafına eyni sözdən bir neçəsini yığılır. İndi isə yeni söz yarandı, kitabxana. Və gəlin suallarına baxaq. Kitab bayaq nə sualına cavab verirdi? Nə? Kitabxana hara? Gördünüz. Əşyadan məkanın sualına keçdik. Kitabxanaçı kim? Artıq burada bir şəxsdən söhbət gedir. Həmin o kitabların toplandığı məkanı idarə edən şəxs olur kitabxanaçı. Daha yeni bir sözümüz yarandı. Deməli, kitabdan kitabxana, kitabxanaçı. Bəs bu hansı suala cavab verəcək dostlar? Kim? Qutardı getdi. Bu leksik qrammatik şəkilçini seçməyin birinci qaydası. İkinci qaydamıza baxırıq. Yadınızda saxlayın. Bir mənalı olaraq qrammatik şəkilçili sözə sual verərkən bir mənalı yox, bəzən elə sözlər ola bilər ki, çıxmaz qarşımıza. Amma əksər hallarda, məsələn, yenə eyni sözlərdən nümunələr gətirirəm. Yazıram bura oxuyur. Burada yazıram oxucu. İndi bu iki sözə baxaq. Sözün kökü, əlbəttə ki, sözün kökünü ox götürə bilmərik. Dilimizdə ox sözü var. Amma bizim bu sözümüzlə əlaqəlidir. Elə məna semantik əlaqə də məhz burada çıxır. Elə bu sözümün üstündə biraz izahımızı verək. Oxdan oxu düzəlməz. Çünki ox yay isimdir. Bu atılan, heyvan ovlamaq üçün bildiyimiz ox yayıdır. Bundan oxu sözü düzələr. Heç bir arasında əlaqə olmadığına görə bizim sözümüzün kökü elə olacaq. Oxu. Oxu nədir? Oxumaq feili. Oxudan nə yaranır? Oxuyur yaranır. Görək bu qrammatikdir, yoxsa leksikdir. Bunu bilmək üçün sual veririk. Oxuyur. Nə edir? Sözümüzün şəkilçimiz bizim oldu ır, ir, ur, ür. Görürsünüz, həmin ır, ir, ur, ürü sual verərkən burada çıxdı. Deməli, qrammatik şəkilçini fərqləndirməyin ikinci bir yolu nə oldu? Sual verərkən qrammatik şəkilçiyə, sualda həmin şəkilçiyə rast gəlmir. Deməli, bu oldu qrammatik, burada bitişdirici samitdir.
Baxırıq digər sözümüzə, yenə sözümüzün kökü oxudur. Oxumaq feili. C. Gəlin buna sual verək. Görək leksikdir, yoxsa qrammatikdir. Oxucu. Biz deyə bilərik, kimçi deyə bilmərik. Görürsünüz, bayaq burada şəkilçini görürdük, amma burada görə bilmirik. Artıq burada birbaşa veririk. Kim? Oxucu. Deməli, bizim cıcımız nə olacaq? Əlbəttə ki, leksik şəkilçi. Və yaxud, bayaq söz götürdük. Kitablar. Sual veririk. Nələr? Kitablar. Kitabxanaçı. Sual vermirik ki, kimçi və yaxud da kitabxana. Hara? Birbaşa hara verdik. Bura haraçı, haraya, haradır əlavə bir şəkilçi olmadığına görə leksiklə qrammatik şəkilçini bu formada aydınlaşdıra bilərik. Keçək leksik qrammatik şəkilçilərin digər məqamlarına. Bəzi sözlər var ki, leksik qrammatik şəkilçilərdə bilmirik tərkibində bir leksik şəkilçimiz var, yoxsa bir neçə leksik şəkilçi var. Bura bir neçə söz yazacağım. Məsələn, birinci söz yazıram. Ayaqlanmaq. Yazıram, ayaqlaşmaq. Məsələn, yazıram, qarşılamaq. Qarşılaşmaq. Bunların izahına baxaq. Demək olar ki, hər testdə bunlar qarşımıza çıxır. 90% abituriyentlər, namizədləri yanlış yazdığı suallardır. Gəlin baxaq, görək burada neçə leksik şəkilçimiz var. Sözün kökü ayaqdır. Aha, biz bilmirik burada lan şəkilçisini bütöv götürək, yoxsa hissələrə ayırmaqla. Gəlin birinci la ilə götürək. Ayaq, ayağını basırsan, tutaq ki, biz qarın üzərinə ayağımızı bastıq. Ay, neynədik? Ayaqladıq. Görək, ayaqlayanda qar ayaqlanır. Bəli, paltarı ayaqlayırsan, ayaqlanır. Xalçanı ayaqlayırsan, ayaqlanır. Qarı da eyni format. Deməli, ayaqlamaqdan ayaqlanmaq yarandı. Magməkdə burada dedik ki, feilin təsriflənməyən formalar məsdər şəkilçisi olduğuna görə olacaq qrammatik. İkinci bir sözə baxaq. Ayaqlaşmaq. Yenə sözümüzün kökü uşaqlar, ayaqdır. İndi gəlin bu şəkilçini bölək. Ayaqla. Aha, burada bir problem yoxdur. Ayaqla. Ayaqlayanda ayaqlaşır. Qarı ayaqlayıram, ayaqlaşır. Ümumiyyətlə, ayaqlaşmaq nədir? Dəblə ayaqlaşmaq. Tutaq ki, hər hansısa bir insanların toplusuna ayaqlaşmaq. Nə bilim, dövrün, zamanın aktuallığına uyğunlaşmaq. Bu deməkdir. Amma ayaqlayanda ayaqlaşmır. Burada deməli bizim laş-leş şəkilçimiz bütöv götürüləcək. Ayaq, ayaqlaş, ayaqlaşmaq, qrammatik. Baxırıq digər bir sözümüzə. Qarşılamaq. Sözün kökü qarşıdır. Qarşılamaq nə deməkdir? Kimsə hardansa gəlir, mən gedirəm onu qarşılamağa. Lamaq. Burada bir problem yoxdur. Bir leksik şəkilçimiz var, maq yenə qrammatik. Gəlirik qarşılaşmaq sözünə. Baxın, qarşı. Kimisə qarşılayıram. Kimisə qarşılayanda mən onun qarşısına çıxıram, o da mənim qarşıma çıxır. Biz qarşılaşacağıq. Bəli, qarşılaşırıq. Onda qarşıla, qarşılaş. Maq qrammatik. Gördünüz? Qarşılamaq, qarşılaşmaq, bu tip şəkilçilərdə bunun bəzi şəkilçilərdə bölürük, bəzi şəkilçilərdə isə görsəndiyi kimi bütöv şəkildə götürülür. Bu formada bir neçə sözlərimiz var. Məsələn, bəzi sözlərə də fikir verməliyik. Bunlar demək olar ki, testdə, dimin testlərində, qəbulda, sınaqlarda çox düşür. Məsələn, baxaq. Azdırılmışdır. Məsələn, qoyuram dilənçilik.